Salam dəyərli izləyicilər, xoş gördük sizləri. Python-dan belə səmiş sadə suala baxacağıq. Proqram fraqmenti üçün klaviaturadan 5 qiymət daxil edilərsə ekrana neçə çıxar? Deməli biz 5-i buradan daxil etsək, 5 daxil olanda baxaq görək nə iş görür. For i range 5, düzdür, 5 qoyduq bura. Deməli i-nin qiymətləri nə olacaq? 0, 1, 2, 3 və 4. Deməli i 0 olanda. 0 olanda Z boş siyahımıza app'in deyirik nə? A-nı. A-nın qiyməti neçədir? Baxın görürsünüz 0. Siyahımız da buradan yağaq 0. Əlavə elədik. Ondan sonra deyir A bərabər olsun B-yə. A bərabər oldu B-yə. B-nin qiyməti neçədir? Baxın burada görürsünüz 1-ə. A bərabər oldu 1-ə. B bərabər oldu nəyə? Deməli A plus B. A-nın qiyməti neçədir? 0 plus B-nin qiyməti 1 deyə də neçə 1. Buradakı qiymətdən gedir. Söhbət əvvəlki qiymət. Çünki eyni sətirdə hələ ki bu A-nın təzə qiymətini yadında B istifadə edə bilməyəcək burada cəmdə. Ondan sonra davam edirik. Deməli i1 olanda Z-yə app'in elədik A-nı. A-nın qiyməti neçədir? 1. 1-ə əlavə elədik. Düşdük aşağı A bərabərdir B-yə. A bərabər oldu nəyə? B-nin qiyməti 1-ə. B bərabər oldu nəyə? A plus B-yə. A plus B bizə neçə verdi? 2. Qalxdıq i-nin 2 qiymətində. Z-yə əlavə elədik nəyə? A-nı. Yəni 1-i yenə əlavə elədik. A nəyə bərabər oldu? B-yə, yəni 2-yə. Da bu yuxarı A-da, aşağı B-dir. Bir də A-nı yazdım ona. B bərabər oldu A plus B-yə, yəni 3-ə. Gəldik i-nin 3 qiymətində A-nı əlavə edirik. A-nın qiyməti neçədir? 2. Düşdük A bərabər oldu B-yə, yəni 3-ə. B nəyə bərabər oldu? A plus B, yəni 5-ə. Qalxdıq i-nin 4 qiymətində A-nı neylədik? Əlavə elədik siyahımızda. Da vəssalamda aşağı düşmürəm. Çünki i-nin qiymətləri qutardı. Siyahımızda olduğu elementlər nə? Bunlar 1-in üzərinə 1 gələndə 2, bu da 2, 4, üzərinə də 3 gələndə neçə edəcək? 7. Cavabımız olacaq D variantı. İzlədiyiniz üçün təşəkkürlər. Yəni sual nümunəsi çətin bir sual deyildi. Sadə bir sual idi.